Mövcud statistik göstəricilərə əsasən əhalinin sayına nisbətdə pensiyaçıların payı Cənubi Qafqaz ölkələri arasında fərqlilik göstərir. Belə ki, Gürcüstanda pensiyaçıların sayı ümumi əhalinin 24,8%-ni təşkil edir. Bu göstərici regionda ən yüksək pay hesab olunur və ölkədə əhalinin yaşlanma prosesinin daha sürətli getdiyini göstərir. Ermənistanda pensiyaçıların payı 16,6%-dir. Bu rəqəm Gürcüstanla müqayisədə daha aşağı olsa da, yenə də əhalinin əhəmiyyətli hissəsinin pensiya yaşında olduğunu ortaya qoyur. Mütəxəssislər bunu demografik struktur, miqrasiya və doğum səviyyəsinin azalması ilə əlaqələndirirlər. Azərbaycanda isə pensiyaçıların payı 10,8% təşkil edir ki, bu da region ölkələri arasında ən aşağı göstəricidir. Bu hal Azərbaycanda əhalinin nisbətən gənc olması, doğum səviyyəsinin digər ölkələrlə müqayisədə daha yüksək qalması və əmək qabiliyyətli əhalinin üstünlük təşkil etməsi ilə izah olunur. Ekspertlərin fikrincə bu göstəricilər hər üç ölkədə sosial siyasətə, pensiya sisteminin dayanıqlılığına və gələcək iqtisadi planlaşdırmaya birbaşa təsir göstərir. Əhalinin yaşlanma tempi artdıqca dövlətlərin sosial təminat sistemləri qarşısında yeni çağırışlar yaranır.